Deməli, burada suallardan birisi də budur ki, qadın məhrəmi olmadan ümrəyə gedə bilərmi? Bu məsələdə elm əhli ixtilaf edib. Bir qrup alimlər deyiblər ki, qadın məhrəmi olmadan heç bir şəkildə, heç bir zaman səfərə çıxa bilməz. Əsaslanıblar Allah Resulü sallallahu aleyhi və səlləmin hədisine ki, Allaha və axirət gününə iman edən bir qadına tək başına səfər etməsi halal deyil. Və deyiblər ki, bu mütləq olaraq belədir. Lakin bəzi alimlər deyiblər ki, biz digər hədislərə baxdığımız zaman görürük ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir qadın haqqında xəbər verir. Və aleyhissalatu və səlləm deyir ki, yəni sahabəsinə deyir, sənə deyir Allah azza və cəllə uzun bir ömür verərsə, sən Hiradan bir qadının çıxdığını və Kəbəyə gəlib və Allahdan başqa da heç kimdən qorxmadan təvaf etdiyini görəcəksən. Və həmin sahabə Ömər radiyallahu anhunun dönəmində artıq Rasulullah sallallahu aleyhi və səlləm vəfat edib, sahabə and içərək deyir ki, mən Rasulullah sallallahu aleyhi və səlləmin xəbər vermiş olduğu o qadına şahidlik etdim. Yəni onun tək başına dəvəsinin üzərində gəlib, Allahdan başqa da kimsədən qorxmayaraq gəlib təvaf etdiyinə şahidlik etdim. Və Hira dediyimiz yerdə, yəni Kəbənin yanında olan o Hira deyil, yəni təsəvvürünüzdən o gəlməsin. Hira denilən yer İraq bölgəsində Küfə ərazisi olan yerin ismidir və təqribən də deyilir ki, 1000 kilometrə yaxın bir məsafədir. Və həmin o alimlər ki, deyirlər ki, qadının tək başına səfərə çıxması icazəlidir, onlar bəzi şərtlərlə deyiblər. Yəni bu hədisləri cəm etdikdə deyiblər ki, Rasulullah sallallahu aleyhi və səlləmin o qadağan etmiş olduğu hədisdə xüsusi bir durum var idi. Və həmin o duruma xas olaraq Peyğəmbər sallallahu aleyhi və səlləm bunu qadağan etmişdi. Lakin digər hədisə baxdığımız zaman, biz bunları cəm etdiyimiz zaman deyirlər, ortaya çıxan sonuc budur ki, qadının tək başına səfərə çıxması müəyyən bir durum ola bilər ki, icazəli olmasın, lakin mütləq olaraq bu qadağan deyil və bəzi şərtlər gətiriblər. Deyiblər ki, bir yol əmin-amanlıq olacaq. Yəni qadının namusuna, irzinə, iffətinə, malına hər hansısa bir təhlükə olmayacaq. Yəni əmin-amanlıq bir formada gedəcək, əmin-amanlıq bir formada gələcək. Məsələn, örnək verirəm, qadın Bakıdan minir maşına, istənilən hər hansısa bir rayona gedir. Məsələn, düşündüyüm zaman ağlıma gəlmir, hansısa bir rayon olsun ki, o qadının dini üçün, irzi üçün, namusu üçün, onun malı üçün bir təhlükə olsun. Elhamdülillah, bütün yerlər əmin-amanlıqdır. Qadın istədiyi zaman səfərə gedə bilir, istədiyi zaman səfərdən gələ bilir və onun hər hansısa bir fitnəyə düşməsi də söz konusu deyil. Bu birinci şərtdir, əmin-amanlığın olması. Yəni qadın elə bir səfərə çıxmalıdır ki, orada ona əmin-amanlıq olsun və ona hər hansısa bir təhlükə olmasın. Bu gün qadının ümrəyə gəlməsi təhlükədirmi? Allah həm doğrusunu bilməklə bərabər bizim gördüyümüz, şahid olduğumuz və buna zaten cavaz verən alimlərin də Məkkədə, Mədinədə belə bir təhlükənin olmadığını, əmin-amanlıq olduğunu və bizim də buna şahid olduğumuz, elhamdülillah Bakıda da əmin-amanlığın olduğunu, aeroporta minib bir aeroporta düşməsi, ona hər hansısa bir canına, malına, qanına təhlükənin olmaması, elhamdülillah əmin-amanlıqla gəlir, əmin-amanlıqla da geri qayıdır. Bu birinci məsələmizdir. İkinci demişlər ki, onu təhlükələrdən qoruyan bir toplumla bərabər səfər etməsi. Yəni tək başına qalxıb getməsi yox, onu qoruya biləcək, hər hansısa bir təhlükə olduğu zaman, hər hansısa bir sıxıntı olduğu zaman onu o fitnələrdən qoruya biləcək olan bir toplumla bərabər səfər etməsi gərəkdiyini deyiblər. Bu şərtlər tamamlanarsa və vəlisi olan kimsə də izin verərsə, Allah həm doğrusunu bilməklə bərabər bizim də üzərimizdə olduğumuz, əməl etmiş olduğumuz görüş bu alimlərin görüşüdür ki, əgər bu şərtlər tamamlanıbsa, əmin-amanlıq varsa, onu qoruyacaq bir toplumla bərabər səfər edirsə, Allah həm doğrusunu bilməklə bərabər o zaman səfərə çıxmasında bu alimlərə görə və bizim də əməl etdiyimiz görüş budur ki, alimlərin bu görüşü ilə əməl edirik ki, bunda hər hansısa bir qəbahət yoxdur. Allah azza və cəllə ən doğrusunu bilir. Bizim ulaşdığımız, əlimizin çatdığı bu qədər.